Hər kəsə salam. Buraxılışa dəstək məqsədi ilə deməli Azərbaycan dili fənnindən bəzi sualları izah edəcəm. İngilis dilinə aid də belə bir video gələcək və bu gün Rufo sualı paylaşmışdım və yenə də ona Rufoya aid suallar paylaşacağam. İndi baxaq bəzi sualların izahına başlayaq. Cümlələrin birində mübtədanın əlavəsi işlənmişdir. Yaradıcı adamlar gördükləri və eşitdikləri haqqında qeydlər aparırlar. Gördükləri və eşitdikləri, burada həmcinslik var, əlavə yoxdur deyə bunu silə bilərik. Meydana yığışmış gənclər Azərbaycanın mərd övladları birlik nümayiş etdirirlər. Cavab bu da, baxaq niyə. Nümayiş etdirirdilər. Kim? Gənclər, hansı gənclər? Azərbaycanın mərd övladları. Yəni bu mübtədanın əlavəsidir. Sonra keçək bura. Söhbətlərdən çıxan nəticə budur ki, bilirik ki, ki varsa tabeli mürəkkəb cümlələrdə birinci baş cümlə gəlir, sonra budaq və ox həmişə budaqdan başa doğru qoyulur. Yəni Y variantı doğrudur. Baxaq. Deməli Y-dən əvvələ gedəcəm, elə başladıq. Budaq cümlə baş cümləyə bağlayıcı ilə bağlanıb, düzdür ki, tabellik bağlayıcısıdır. Bunu silə bilərik. Deməli, keçək. Baş cümlə deyir ki, ismi xəbərlidir. Baş cümlə budur və bu budur da, o da ismi xəbərlidir. Bu da doğrudur. Budaq cümlənin həmdir. Başla budağın təhlilinə baxaq birlikdə. Aha. Budur. Nə nəticə? Hansı nəticə? Söhbətlərdən çıxan. A doğru kim görünür? Cəmlə baxaq. İndi. Böyük ehtiyac var. Necə ehtiyac var? Böyük ehtiyac var. Çox böyük, çox amma oradaydı. Nəyə mütəxəssislərə, necə savadlı. Bəli, elə B variantında baxın təhlili səhv verilmişdir. B variantıdır. Hövsələdən çıxmaq, səbir kasası daşımaq deyə bilərik. Sual ədatı işlənmiş deyir, nümunələri tapın. Sual ədatları baxın məgərdir, bəsdir. Mümü də var. Aha, 3, 4, 6 B variantı. Həm bağlayıcı, həm də bağlayıcı ilə homonim olan köməkçi hissəsi işlənmişdir. Aha, tələb budur ki görürsünüz burada cümlələri bağlayıb. Deməli, bağlayıcıdır. Həm də deyir ki, bağlayıcı ilə homonim olan köməkçi hissəsi. İdarəyə verilən ərizə gərək latin əlifbası ilə yazılsın. Baxın, burada iləni və ilə əvəz eləyə bilmirik, qoşmadır. İlə, amma həm də bilirik ki, bağlayıcı da ola bilər də, yəni homonimdir. Bağlayıcı ilə homonim olan köməkçi hissəsidir. Deməli, biri götürürük. Babam ancaq Füzuli və bağlayıcıdır, ancaq da bilirik ki, ədəd ola bilər. Bir də bağlayıcı ola bilər. Deməli, 1 ilə 2-ni götürməliyik. Baxaq, kim ki insanı sevər. Burada kim ki deməli bağlayıcı deyil, burada ki ədaddır. Aşıqı hürriyyət olur. Bəli, hürriyyət olan yerdə də insanlıq olur. Ki burada ədaddır. Dadədə deməli bağlayıcıdır. Ki bilirik ki, həm də ki bağlayıcı ola bilər. Məsələn, birinci nümunədə deməli elə cavab 1, 2, 3 olacaqdır. Yəni Y variantı. Deyir, feili bağlama yoxdur. İbrahim üzərək deyə bilirik. Bu feili bağlamadır. Danışdıqca, dıqca bu feili bağlamadır, düzdür. Üz-üzə dayanmaq burada amma artıq zərfdir. Feili bağlama deyil. Burada arkan bu feili bağlamadır. Gülə-gülə, gülərək bu da feili bağlama. Deməli, C variantı. Hansı cümlələrdə qoşma ilə işlənmiş feili birləşmə zaman zərfliyinin ifadəsidir? Yeməkdən sonra qonaqlar həyətdə qalanmış, deməli, tonqalın ətrafına toplaşdılar. Burada yeməkdən sonra var, qoşmalı. Bu da zaman zərfidir. Narahat olmağından əvvəl heç kim, burada narahat olmağından əvvəl bu feili birləşmə əmələ gətirmir. Ona görə kiləri götürmürük. Baxaq, onunla görüşəndən bəri, ürəkləndim nə zaman? Onunla görüşəndən bəri. Aha, sonra baxaq. Deməli, çox çalışıb tezliklə istədiyimizə nail ola bilərik. İstədiyimizə nail ola bilərik. Necə çox çalışıb? Burada deməli var. Necə çox çalışıb? Zaman zərfliyi amma orada deyil. 4-ü götürmürük. Torpaqlarımız azad olunandan sonra, aha budur.
Qarabağda quruculuq işlərinə başlandı. Cavab deməli 3-lə 5-dir. Birincidə yeməkdən sonra burada bilirik ki, təkcə yeməkdən sözü var. Bu düzdür. Burada zaman zərfli idi. Amma bu fe'li birləşmə hesab olunmur. Ona görə 1-i götürmürük. Amma 3-lə 5-i götürə bilərik. Çünki həm fe'li birləşmədir, həm qoşma var, həm də zaman zərfli idi. Ona görə A variantıdır. Vurğusuna görə mənası dəyişir. Eynilik hissəsinə aid olan sözdür. Baxın, burada elektrik sözdür. Elektrik bir var, elektrik naqil o mənada. Bir də var ki, elektrik həmin işlə məşğul olan insan. Bir insan, bir əşya mənasındadır, amma eynilik hissəsində ikisində də isim olur. Satirik birində satirik şeir məsələn sifət olur. Satirik bir də satira ilə məşğul olan insan isim olur. Dönə-dönə də dama-dama çaparaq onlar vurğuya görə mənası dəyişir, amma eynilik hissəsi deyil. Ona görə onlar da deyil. Müəyyən miqdar sayıdır. İndi baxaq. İkilik deyil. Bu sifətdir ya da isim ola bilər. Onu çıxırıq. Tək qalsın. Özündən sonra gələn isim cəm şəkilçisi qəbul etmir. Birinci edə də bilər, etməyə də bilər. Aha. Deməli, 5 cümlənin fe'li xəbəri olur. Xeyr, fe'li yox, ismi xəbəri olur. Ona görə səhvdir bu. Tək köməkçilik hissəsi kimi də işlənə bilir. İşlənə bilir, amma tək müəyyən miqdar sayı deyil. Ona görə cavab D variantı qalır. Numarativ sözlərində işlənə bilir. Məsələn, 80 baş qoyun. Tələffüz forması düzgündür. Çökəklik. Burada ştrix olmalıydı. Səhvdir. Karifey türk demirik ki, B də səhvdir. Fəvvarə, paraşüt, şərtləşmək qalsın. Qumbara, protokol olur. Protokol, bu da getdi. Hirsti olur. Pencək, süqut, deməli C variantıdır. Bu buraxılış sualları idi. İndi biraz qəbul sualları da var. Bir də iki dənə mətnə də baxarıq. Fikirlərin hər üçünə uyğun gələn sözü müəyyən edin. Köməkçilik hissəsi kimi cümlədə arzu mənası bildirir. İsim kimi işlənir. İsim kimi işlənir. Köməkçilik hissəsi kimi sadədir. Baxın, isim kimi işlənə bilər düz, amma arzu mənası bildirməz. Kaşda arzu mənası bildirər, isim kimi işlənməz. Hərgah heç bildirmir. Burada bir dənə barı söz ola bilər. Barı bir hasar mənasında isim olur. Köməkçilik hissəsi kimi sadədir, düzdür. Arzu mənası da bilir. Məsələn, olur. Barı sözüdür. Barı. O bu təbəssümə qarışmış kədəri sezə bildi. Deməli, yox, əzizim dedi. Deməli, baxın, burada bir dənə qoşa nöqtə olmalıdır. Ona görə bunları çıxırıq. Deməli, heç bir şey olmayıb dedi. Heç bir şey olmayıb. O bu təbəssümə qarışmış 3 dənə tire var. Dedidən sonra vergül tire, burada vergül tiredir. Aha, deməli 3 tiremiz də var. O bu təbəssümə 4 dənə də vergül var. Üçü buradadır. Bir də bu o bu təbəssümə qarışmış kədəri sezə bildi. Yox, əzizim dedi. Heç bir şey olmayıb. Aha. Qoşa nöqtə 3 tire 4 vergül. Həmcins xəbərli sadə cümləni müəyyən edin. Şərqli qızlara məxsus qara, dərin, atəşli. Baxın, qara, dərin, atəşli. Bu nəyin həmcinsidir? Təyinin. Burada çıxırıq. Onlar az görüşərlər, ancaq söhbətləri uzun çəkərdi. Deməli, görüşərdilər. Kim onlar? Uzun çəkərdi. Nə söhbətləri? Bu mürəkkəb cümlədir. Balacalar evcik qurur, uçurur. Hərdən də mübahisə edirdilər. Baxın, budur. Uçurur, qurur, mübahisə edirdilər. Həmcins xəbərlər var. Sadə cümlədir. Balacalar mübtədasına aid damısı. Bəli də deməli C variantıdır. İndi sifətlərə baxırıq. Adi azaltma, çoxaltma dərəcəsində olmalıdır. Baxın, möcüzəli. Bu nədir? Adi dərəcədədir. Elə birincisi adidir. Əzmək üçün zirvəsi dumaq. Dumağı hansıdır? Çoxaltmadır. Təbii ki, gümüşü təhər də azaltmadır. Yəni 1, 3, 2. Y variantı. Gəzməlidir. Başlanğıc formadadır. Xeyir, dir, dur nədir? Şəxs şəkilçisidir. Yəni qrammatikdir. Birləri çıxarıq. Təsriflənməyən fe'l kimi düşünərsə ismi xəbər ola bilər. Yəni gəzməli fe'li sifət olsun. Məsələn, bu yerlər gəzməlidir. Bu doğrudur, bu ola bilər. İnkar forması
İki vasitə ilə yaradıla bilər. Cəzəsidir də demişik ki, mənlə düzələ bilməz. Deməli 3-lər də səhvdir. Yəni yalnız deyillə olur. Bu düzdür. 5 düzdür. 2 də düzdür. Cəzməlidir. 4 də doğrudur. A səsidir, dir-dur. İkisi malı məlidir, dir-dur. Bunların hamısı qrammatikdir və 2 dənədir. 2, 4, 5-dir. Cəzəsidir də gələcək məzmununu bildirmir. Deməli 2, 4, 5 B variantıdır. Baxırıq. Həqiqi dostluq bütün münasibətlər üçün başlanğıcdır. Deyirsən cümləsinə, burada cümləsinə sözüdür. Bunu düzəldək. Cümləsinə aid olmayan fikirləri müəyyən edin deyir. Köməkçinin hissəsinin amonimliyi var. Üçündür burada, amma amonimliyi yoxdur. Biri götürək. Təyinlər sifətlə deməli ifadə olunub. Təyin, həqiqi dostluq bütün təyindir, amma sifətlə deyil. İki ismi birləşmə var. Həqiqi dostluq bütün münasibətlər üçün. Aha, düzdür bu. Xəbər fe'l ifadə olunub. Başlanğıcdır. Xeyirdə isimlə ifadə olunub. Baş yüzlər düzəltməlik hissəsi. Bəli, düzdür. Dostluq, baxın düzəltmədir. Başlamaqdan başlanmaq, başlanğıc düzəltmədir. Bu da düzdür. 1, 4, 2 də səhvdir. Bütün çünki əvəzlikdir. Deməli, hər öz bütün filan əvəzlikdir. 1, 2, 4. Müqayisə edilənə əsasən yanlış fikirləri müəyyən edin deyir. Sıxılırdı. Aha, indi bir dənə qayda var. Sıx həm sifət ola bilər, həm də deməli nə ola bilər? Fe'l ola bilər. Bunu yoxlamaq üçün, məsələn, fe'ldirsə də başqa fe'l yerinə qoyub yoxlaya bilərsiniz. Məsələn, sıxın əvəzinə kəs qoysaq, məsələn, kəsilmək olsa, məsələn, sıxılırdı, kəsilirdi. Deməli, burada sıx fe'lidir. Aydındır, fe'lirdi. Fe'ldir, yəni burada fe'l, sıx fe'ldir. Düzəldilmişdi, kəsəldilmişdi olmur və yaxud da sıxəldi. Ona görə burada da nədir? Sifətdir. Yəni burada kökünü bildikdə hansı hissəsidir? Bu da əsas odur. İndi sıxıcıdır, kəsicidir ola bilər. Sonra kəsləşdik olmaz, kəslikdə olmaz. Deməli biri ilə eyni köküdür, bu doğrudur. Biz amma yanlış fikirlər deyir. Kökü fe'li homonimdir. Xeyr, elə fe'lin özüdür. 2-nin ona görə səhv götürürük. Yəni burada sifətlə homonimdir desəydi doğruydu. Düzdən düzəlmək, düzəltmək, düzəldilmək mışdı. D-didu da qrammatikdə 3 dənə leksik var, doğrudur. Kökü düzgünlük, baxın düz sifətdir. İndi kəskinlik burada fe'li, kəsdirmək, kəsilir. Heç birinin homonim deyil. Deməli 4-ü də götürürük buradan. 2 ilə 4-ü götürsək yanlış kimi. Fe'lin xəbərin vasitəsi olur, ifadə vasitəsi olur. Bu düzdür, 5 düzdür. Fe'lin xəbər şəklindədir. Kesim sıxılır idi. Baxın burada idi var. Ir, ir, urdu zaman şəkilçisi. Bu da indiki zamandır. Ona görə bu da səhvdir. Deməli 2, 4, 6 doğru olacaq. Maraqlı sual idi əslində bu. Düzgün yazılmışdır. Nə inki, burada y yoxdur. Sonra son 5 bu ayrı yazılar. Bir də ki, burada Firuzə deyil, Firuzə sözüdür. Hospital düzdür. Ultra səslə bitişik yazılmalıdır. Burada deməli 5-in 6 doğrudur. Amma biri də götürə bilərik. Son 5 sözü həm ayrı yazılan forması var. Bir də məsələn evin sonuncu övladı kimi onda bitişik də götürülə bilir. Ultra səs amma deməli bitişikdir 100%. Firuzə deyil, Firuzədir. Nəyinkidə də y yoxdur. Ona görə 1, 5, 6-nı götürə bilərik. Nümunədəki sözlərin morfoloji təhlilində yanlış fikirləri müəyyən edin. Cümləni oxuyaq. Azərbaycan ədəbi dili tarixi mədəniyyət tarixinin dəyərli bir hissəsi kimi xalqımızın uğurla qoruyub saxladığı mədəni hadisələr tarixidir. Həm sadə, həm düzəltmə sifət işlənib. Baxaq, dəyərli, məsələn, baxın, bu nədir? Düzəltmədir. Tarixi, tarixi, bu da düzəltmədir. Ədəbi, başqa varmı? Mədəni, amma sadədir, bu doğrudur. Müəyyən yəlik halda olan 3 isim işlənib. Azərbaycanın ədəbi dili tarixi, mədəniyyət tarixinin bu var. Dəyərli bir hissəsi kimi xalqımızın uğurla
2 dənə gördüm. Bu səhvdir onda. Feilin təsvir etmə formalarına aid sözlər var. Qoruyub saxladığı var. Bu doğrudur. Köməkçi kisələrindən qoşma və bağlayıcı işlənib. Dəyərli kimi var qoşma. Bağlayıcı varmı? Dəyərli bir hadisə. Bağlayıcı görmürəm. Varsa da məncə bağlayıcı yoxdur. Düzəltmə zərf deyir var. Uğurla. Var. Bu da doğrudur. 2 ilə 4 yanlışdır. Deməli, burada 2 isim gördüm. Burada da bağlayıcı yoxdur. Qoşma ilə ədad var. Bir hissəsi kimi. Sadə cümlənin şəxsə görə növlərindən, yəni müəyyən, qeyri-müəyyən, şəxssiz onu nəzərdə tutulur. Nümunələrin uyğunluğunu müəyyən edin. Bağımızdakı nəhəng ağacları kəslər. Kim? Onlar. Onlar deyə biliriksə, bu qeyri-müəyyən şəxsidir. Orada yeni böyüklər yaradıblar. Baxın, elə bundan eyni növdədir. Uşaqların, gəlin buradan yazaq, qeyri-müəyyən. Uşaqların çığır bağrına əhəmiyyət verilmədi. Əhəmiyyət verilmədi. Bu nədir? Şəxssizdir. İciliyi qiymətləndirərlər. Bu ümumi deyir. Daha hamıya ümumi şəxsidir. Nümayəndə heyətinin növbəti toplantısı olacaqdır. Bu da şəxssizdir. B-ni bura verərəm. Aydın bir yaz səhəri idi. Bu da şəxssiz bir cümlədir. Ölkələrarası müqavilələr yeniləndi. Yeniləndi nə müqavilələr? Bu müəyyən şəxsidir. Bunu heç birinə götürmürük. Azərbaycanı qarşılaşırsam, ümumiyyətlə deyir də, Y variantıdır. Buradır. Bu 3-cü qrupun suallarıdır. Amma yenə də qrammatika təkrarı kimi izah edirəm. Hərəkətin subyekt və obyekti məlumdur. Yəni, məlum şəxsidir. Düzdürmü? Hərəkətin subyekti məlum deyil. Bu məhsul olacaq. Nə deyir? Subyekt hərəkəti özlərində icra edir. Qayıdış. Getdik. O bir sıra elmi məsələni xaricdə yazmışdır. Yazmışdır. Kim o? Məlumdur. Düzdürmü? Kəndi bürüyən duman, dumanın özü çəkilir. Bu nədir? Özü icra edir. Qayıdışdır. Onun sözlərinə əhəmiyyət verilmədi. Burada şəxssizdir. Yəni, C heç birinə aid deyil. Yoxsa bir dəqiqə baxım. Onun sözlərinə əhəmiyyət verilmədi. Nəyə? Onun sözlərinə. Burada məlum deyir deyirsə, burada məhsul da ola bilər, şəxssiz də ola bilər. Yəni, ona görə bunu 2-yə veririk. C-ni. Çünki burada məlum deyildiysə, şəxssizdən də məlum deyildi. Ona görə götürə bilərik. İnşaatçılar təmin etdilər. İnşaatçılar. Məlumdur bu. Deməli, AD 1-ə veririk. Quzular irəli atılırlar, özləri atılır. İndi baxaq hansı. Bunlar düz gəlir, A variantı doğru gəlir. Deməli, fikirlərdən biri doğrudur. Müxtəlif nitq hissələrinə aid olan sözlərdir. Tikinti, inanc, yelencək, qazanc, daraq hamısı isimdir. Müzərrətdir, daraq, xeyil. Sualları fərqlidir. Tikinti, yox, hamısı nədir? Bütün şəxslər üzrə xəbərli şəkilçiləri qəbul etmir. Xeyil deyənmərik. Sadə feillərdən düzəlmişdir. Baxın, doğrudur. Tikməkdən tikinti, inanmaqdan inanc, yerləməkdən yerlənmək, yerləncək, qazanmaqdan qazanc, daramaqdan daraq. Burada sadə feillərdən düzəlmişdir də yerləncəyə olmur. Çünki yerləməkdən, yerdən yerləmək, yerlənmək bu düzəltmə feili olur. Məsələn, yerləncəyəm deyənmərəm, darağam deyənmərəm, yəni D düzdür. Bütün şəxslər üzrə xəbərli şəkilçilərini qəbul eləmir. Zərfin quruluşca hər üç növünə hansı növdə, yəni həm sadə, həm düzəltmə, həm mürəkkəb olsun deyir. Gəlin baxaq. İlk öncə deyək ki, oxuya-oxuya gəzərkən bunlar zərfin növləri deyil. Yavaş-yavaş mürəkkəb, irəli, sadə. Burada görmürəm başqa. Yazda tez-tez istirahətə gələn qonaqlara xoş gəlirdi. Burada gördüm, indidən baxaq. Mən həmişə inanırdım ki, əvvəl-axır biz Cıdır düzünə qayıdacağıq. Burada həmişə var, sadə. Əvvəl-axır mürəkkəb. Cıdır düzünə deyil. Burada yəni düzəltmə yoxdur. Yazda Şuşaya tez-tez yağan yağışlar istirahətə gələn qonaqlara xoş gəlirdi. Yayda doğmalarından ayrılmış, indi evinə dönən qoca birdən-birə kövrəldi. Deməli, indi A'ya baxaq, A'ya baxmadıq. Yayda, baxın, bu nədir? Düzəltmədir. İndi sadədir, birdən-birə
Birdən birə də mürəkkəbdir. A variantı doğru gəlir. Qalanları doğru gəlmədi. Baxaq 12-ci suala. İnad etmək, iki ayağını bir başmağa dirənmək deyə bilərik. Məhv etmək, külünü göyə sovurmaq, axırına çıxmaq, çaşıb qalmaq, kələfin ucunu itirmək. C variantı. Baxaq buna. Deməli, biliyi olub işlətməyən adam yeri şumlayıb toxub səpməyənə bənzəyir. Xəbəri sadə feillə ifadə olmuşdur. Bənzəyir, bəli, sadədir. Bu doğrudur. İkinci dərəcəli üzvlərin hamısı işlənmişdir. Biliyi olub işlətməyən hansı? Baxın, bu təyindir. Adam yeri şumlayıb necə toxum səpməyənə bənzəyir. Burada bütün hamısı işlənməmişdir. Bu səhvdir. Biliyi olub, baxın, onu işlətməyən adam yeri şumlayıb toxum səpməyənə bənzəyir. Burada zərflik yoxdur. Amma 3 doğrudur, təhlili doğru verilibdir. Sonra baxaq davamına. Cümlədə ikinci dərəcəli üzvlər feil və tərkibi ilə ifadə olunmuşdur. Baxaq, işlətməyən, səpməyən, bu da doğrudur. Feil və tərkibidir. Mübtəda ismi birləşməklə adam, amma isim dərəcə. Deməli, 1, 3, 4 D variantı. Baxaq, birin morfoloji baxımından nə olmağını bizdən soruşur. Baxın, 1 ilə, məsələn, 2 ilə əvəz edə bilirsə, bu saydır. Əvəz edə bilmirsinizsə, ədatdır. Məsələn, 2 stəkan say olur, deməli, bu saydır. Siz bir dayanın. Burada ədatdır. Həyətdə bir yük maşını, 2 yük maşını saydı. Sən bunun iştihasına bir bax, bu ədatdır. 1 ilə 3 say, 2 ilə 4 ədat. Biri səbəb deyir, digəri də nəticə bildirən olsun. Baxaq, nəhayət şad xəbər gəldi. Ona görə də bütün qohumlar sevindilər. Bu doğrudur. Ona görə də qoya bilirsinizsə olur. Səngərlər qazıldı, sonra, məsələn, bu olmur. İkiləri çıxaq. Bir yerdə götürmüşük. Sual kitabçaları paylandı, imtahan başlandı. Burada səbəb nəticəli heç nə yoxdur. C variantıdır. Baxaq. Nəticələr elan etdilər. Ona görə də Lamiyanın ürəyi sakitləşdi. Göy şiddətlə güruldadı. Ona görə də uşaqlar bərk qorxdular. Sonra deyir ki, təyin ismi birləşmə ilə ifadə olunan cümlə hansıdır? Aha. Azərbaycan şairi, Şah İsmayıl, baxın, bu da elə hansı Azərbaycan şairi, bu da nədir? İsmi birləşmədir. Doğrudur. Deyir ki, nümunələrlə bağlı uyğun fikirləri müəyyən edin deyir. Əski kitabları araşdırıb qocaman bir kitab aldım cümləsinə zərfliyin ifadə vasitəsi feili bağlamadır. Əski kitabları araşdırıb feili bağlamadır. Xeyr, bu yanlışdır. Araşdırıb, xeyr. Yeyərsən qaz ətini, görərsən ləzzətini cümləsində tamamlıqlar söz birləşməsi ilə ifadə olunub. Yeyərsən qaz ətini, ləzzətini, bu söz birləşməsidir, yanlışdır deyə, bu doğrudur, yəni ümumiyyətcə doğrudur. Onu təbiət qocaltmışdı cümləsində 3 fərqli nitq hissəsi ifadə olmuş, 3 fərqli cümlə üzvü var. Qocaltmışdı, kimi, onu, nə, təbiət. 3 fərqli nitq hissəsidir. Bu əvəzlikdir, bu isimdir, bu da feildir. Bu tamamlıqdır, bu mübtədadır, bu da xəbərdir. 2 ilə 3 doğrudur. Dünyada istedad hər böyük hünər daima vərdişlə inkişaf edər. Baş üzvlərdən biri həmcinsdir. Dünyada istedad hər böyük hünər daima vərdişlə inkişaf edər. Nə istedad, bir də hünər. Yəni bu doğrudur, amma yanlış deyir. Ona görə düz deyil. Düzdür, istedad, hünər. Deməli, baş üzvlərdən biri, yəni mübtəda həmcinsdir, amma yanlış verir. Deməli, 4'lər yanlışdır. Tək əldən səs çıxmaz cümləsində ikinci dərəcəli üzvlərdən təyin və tamamlıq işlənmişdir. Tək əldən çıxmaz nə? Səs. Əldən də tamamlıqdır. Yəni bu doğrudur, amma bu yanlış verir. Ona görə səhvdir. Deməli, qalır cavab 2 ilə 3. Bu deməli belə bir buraxılışla qəbul suallarından bəzilərinin izahı idi. İndi keçirik mətnlərə. Gəlin 2 dənə mətni birlikdə oxuyub işləyək. Zamanlarımı biri publisistik, birini isə deməli bədii seçmişəm. Müharibə adlıq illərindən çıxıb gəlmişdi. Yoxluğun itkin nə olduğu hər kəsdən çox ona tanış idi. Bir dəfə qoyun quzu otaran uşaqlardan biri ona bir ovuc günə baxan tumu verdi. Zaman əmi sürüdən ayrılıb gedən qoyunu haylamaq üçün ayağa qalxmaq istəyəndə tumlardan biri sadəcə biri əlindən otlar arasına düşdü. Heç əlini beləmədən dəqiqələrlə o tumu axtardı. Tapmayınca rahatlamadı.
Çünki yurdunda bir tuma belə ehtiyac olan vaxtları unutmamışdı. 80-ə yaxın yaşı vardı. Çox şey unutmuş olduğunu düşünərdi, amma əksinə hər şey daha yaxşı xatırlayardı. Oxuyub yazmağı bacarmırdı, ancaq çox sağlam yaddaşı vardı. Demək olar bütün şifahi ədəbiyyatı əzbər bilərdi. Hətta sonralar kitablarda heç rast gəlmədiyimiz və ya fərqli variantlarda oxuduğumuz əhvalatlar da danışardı. Heyvanları yaşıl çəmənə sürüb, bardaş qurub, oturar, ətrafda malqara otaran uşaqları başına yığar, danışmağa başlayardı. Dastan dastana, nağıl nağıla qoşular. Deməli, önündə oturduğumuz dərə kimi axıb gedərdi. Tənbəlkisinə güc gəldikdə elə bil içindən söylədiyi dastanların daha fərqli, daha dərin qahları ortaya çıxardı. Qaş qaralanda sanki günün son akordları kimi İrəvanda xalq qalmadı mahnısını zümzümə edə heyvanları qabağına qatıb evinə yollanardı. Vaxt keçdikcə daha da coşar, həmin dastanların mahnılarını xırıltılı səslə oxuyar, şeirləri bir misrasını belə buraxmadan əzbər söyləyərdi. Tez-tez uzaqdan görərdin ki, Camal əmi yenə malqaranı yayıb çəmənə, özü də yaşıl otlar üstünə uzanıb yatıb. Bu vaxt biz uşaqlara elə gəlirdi ki, Camal əmi yuxuda yeni bir nağıl, yeni bir dastan görür, indicə durub danışacaq. Elə bilirdik ki, danışdığı bütün hadisələr onun öz təxəyyülünün məhsuludur. Camal əmidəki bu unikal yaddaşın sirrini heç vaxt çözə bilməsəm də, bir şey anlamışdım ki, o bütün bunları özü ilə aparmaq istəmir. Əksinə, üzərində rəqəm qoymuş sözlərdən biri məcazilik və ya həqiqilik baxımından digərlərindən deyir fərqlənir. Azlıq illərindən çıxıb rahatlamadı, qaş qaralanda başına yığar, bu sözlərdir. Başına yığar, qaş qaralanda, sonra illərindən çıxıb, sağlam yaddaş, hamısı məcazidir. Bircə dənə rahatlamamaq həqiqidir. Yəni ona görə C variantıdır. Hansı hadisələri təsadüf hesab etmək olar? İlə variantda günə baxanın yerə düşməyi təsadüfdür. Oxuyub bacarmaması yəqin ki, müharibəyə görədir. Uşaqlara əhvalat danışması təsadüf deyil. Malqara otarması təsadüf deyil. Nə də yatması təsadüf deyil də, özü bilərəkdən eləyir. Baxaq deyir ki, tünd qara hərflərlə verilmiş sözün hansını əvəz eləyə bilərik? Unikal yaddaş. Unikal yaddaşa nə deyə bilərik? Nadir yaddaş, qeyri-adi yaddaş, maraqlı yaddaş demərik ki, ya füsunkar demərik, qəşəng yaddaş da olmaz de. Camal əmi məhrumiyyətin nə olduğunu bilir. Burada müharibədən danışdığı yerlərdən deyə bilərik, o da birinci, ikinci abzaslardandır. Deyir, nöqtələrin yerinə artırıla bilən ən uyğun nümunəni müəyyən edin deyir. Aha. Özü ilə aparmaq istəmir, əksinə paylaşmaq, gələcək nəsillərə ötürmək istəyir ola bilər. Çünki uşaqlarla paylaşır. Deyir, ikinci abzasda hansı ifadə ilə başlayan cümlə mətnindən çıxarılsa, cümlələr arasında əlaqə pozulmaz. Baxaq. İkinci abzas budur. Aha. Tapmayınca rahatlamadı. Elə onu desək, onu çıxara bilərik də. Sonra məsələn, indi oxuyaq. Heç sərini beləmədən dəqiqələrlə otumu axtardı. Çünki yurdunda bir tuma belə ehtiyac olan vaxtları unutmamışdı. Yəni onu çıxara bilərik rahat. Mətnin neçənci abzası 7-ci abzasdan əvvələ keçirilsə, tərkiblər arasındakı əlaqə bərpa olunar. 7-ci abzasda malqaradan danışır. Malqaranı aparar, sonra mahnını oxuyar da. 7 ilə 5-i, yəni əvvəlcə çəmənə uzanar, sonradan aparar. 7 ilə 5-in yerini dəyişə bilərik və bu zamanda əlaqə bərpa olunar. Mətndə altına xətt çəkilmiş cümləni yanlış olmadığını, yəni bu fərziyyənin yanlış olmadığını əvvəlində işarə qoymuş hansı cümlədəki fikirlər deyir təsdiq etmək mümkündür. İndi altına xətt çəkilmiş cümlə hardadır? Elə bilirdi ki, danışdığı bütün hadisələr onun təxəyyülünün məhsuludur. Buradan deyə bilərik, baxın. Hətta deyir, oxuduğumuz, heç harda rast gəlmədiyimiz variantlarda əhvalatlar danışardı. Yəni, heç harda rast gəlməyibsə, demək olar ki, bu təxəyyülünün məhsuludur. Ona görə B variantını deyirəm. Torpağa düşməsin havayı birdən, çörək bol olarsa basılmaz vətən. Bunu nə ilə əlaqələndirə bilərik? Bu Camal əmi müharibə illəri görmüşdü. Ona görə hər bir şeyin
yəni qədrini bilirdi. Müharibə ilə əlaqələndirə bilərsiniz bu deyilənləri. Gəlin bir dənə şablonları oxuyum. Şablonda belə deyir ki, aclıq və yoxsulluğun nə olduğunu bilən Camal əmi bircə tum dənəsinin yerə düşməsinə, baxın nə onu deyirdim. O tum düşmüşdü, bir dənəsini belə, onun itiməyinə belə razı olmurdu, tapana qədər əl çəkmirdi. Yəni burada insan əməyinə, çətin zəhmət hesabına əmələ gələn məhsula hörmətin, dəyərin göstəricisini göstərir. Deyir ki, çərçivədə verilmiş sözün mənasını yazın. Zümzümə etmək. Məsələn, özü üçün oxumaq deyə bilərik, dodaqaltı oxumaq deyə bilərik, ahəstə səslə özü üçün oxuyan deyə bilərik, belə deyə bilərik. İndi Kongo meşələrinə aid mətnə baxaq. Deyir ki, dünyada hər 15 milyon hektar meşə məhv olur. Bu atmosferə yaxın yarım milyard ton karbonun axıdılması deməkdir. Dünyanın ikinci ağciyəri adlandırılan Kongo meşələri yalnız ağacların kəsilməsi yox, yanğınlar da məhv edir. Alimlərin təxminlərinə görə Kongo qısa zamanda meşələrinin yarısını itirəcək. Bəs bunun hansı nəticələri ola bilər? Kongo meşələri məhv olarsa bu biomüxtəlifliyə vurulan ən böyük zərbə olacaq. Ən müxtəlif yabanı heyvan və bitkilərin olduğu vəhşi Kongoda minlərlə canlı növü yox olacaq. Bu meşələr ən böyük su bazası vəzifəsini yerinə yetirir. 1 hektar meşə sahəsi ildə təxminən 190 min litr su sərf edir. Ağaclar yağıntının çox hissəsini tutaraq, daşqınların və köşklərlə torpağı tutaraq sürüşmələrin qarşısını almış olur. Kongo meşələrinin məhv edilmiş geniş bir ərazinin geoloji strukturunu dəyişərək onu canlıların yaşaması üçün məsələn, nəsə yazılacaq. Mütəxəssislərin təsbitinə görə Kongo meşələrinin məhvi qlobal iqlimə də böyük təsir göstərəcək. Dünyanın iç sənaye ölkəsi olan İngiltərənin 60 ildə atmosferə axıtdığı böyük miqdarda karbon qədər meşələrin məhvi də atmosfer üçün böyük təhlükədir. Göründüyü kimi su, hava, günəş kimi cansız varlıqlardan tutmuş canlı varlıqlara qədər hər şeyin bir-biri ilə sıx əlaqədə olduğu ekosistemdə yaşayırıq. Halqalarından birinin qırılması bütün bu sistemi pozar. Bəs nə etməli? Karbon günəşin istiliyini bir istixana effekti kimi ətrafa dağılmağa qoymur. Əgər atmosferdə karbonun miqdarı həddindən artıq olarsa, yerdə istilik çox yüksələr. Bu isə buzaqların əriməsinə, daşqınların, sellərin və başqa böyük fəlakətlərin baş verməsinə səbəb olar. İndi milyonlarla insanın yaşadığı quru sahələri su altında qalır. Getdikcə çoxalan dəbdəbə, komfort istəklərimizin əksinə olaraq təbii nemətləri israf etməkdən çəkinməliyik. Unutmayaq ki, yer təkcə biz insanların deyil, onu bütün başqa canlılarla bölüşməliyik. Əks halda orada bizim üçün də yer qalmayacaq. Bütün qara hərflərlə verilmiş söz. Hansı sözdür? İsraf. İsraf sözünün mənası xərcləmək deyil. Lazımsız yerə sərf etməkdir. İsraf etmək. Toylarda lazımdan artıq qida israf edilir. Məntiqi ardıcılığı nəzərə alaraq hansı cümlənin nöqtələrin yerinə bayaq demişdim ki, ona baxarıq. Harada Kongo meşələrinin məhv edilməsi geniş bir ərazinin geoloji strukturunu dəyişərək onun canlıların yaşamaq üçün təhlükəli eləyir. Adi vəziyyətə gətirməyəcək, təbii məskən xeyli uyğun deyil, təhlükəsiz yox, əlverişsiz vəziyyətə gətirəcək. Yəni burada mənfi bir mənalı şey götürürük. Əsas hissəsinə aid dünyanın gözünü təşkil deyə bilərik. Elm adamlarının ehtimalı. Bunu biz harda deyə bilərik? Alimlərin təxmini. Girişə aiddir bu. İkini çıxaq. Biri götürək A variantı. Deyir, hansıların yeri dəyişirsə, yanlışlıq aradan qalxar. Baxaq. Məhvidə atmosfer üçün, bax, karbondan burada danışır. Karbon. Sonra suya keçir. Bunda 6 ilə 5-in yerini dəyişək və əlaqə düzəlsin. Ondan görə 5-nin 6-nın yerini dəyişərik. Unutmamaq lazımdır ki, Kongo meşələri yer üzünlərində yaşamaqda olan heyvan növlərinin 60%-nə ev sahibliyi edir. Hansı cümlədəki fikri deyir, qüvvətləndirmək olar. Baxın, biomüxtəlifliyə vurulan ən böyük zərər olacaq. Baxın ona, o da Kongo ilə başlayır. Mətndə əvvəlində hansı işarə qoyulmuş cümlədə ifadə etdiyi mənaya görə bir-birinin qarşılığı olan sözlər işlənmişdir. Baxaq. Birinciyə baxaq. Baxaq hansılar var.
Birinciyə baxaq, yoxdur. İkincidə yenə yoxdur. Baxaq. Hə, burada var. Demək olarsa təbii ki, vəhşi, yabanı. Onları götürə bilərik. D variantını. Konqo meşələrinin məhv olmasının səbəblərinə əsasən müəyyən edək. İnsanların ekosisteminə vurduğu zərər deyə bilərik. Yanğınlar, hə orada deyirdi. Yanğınlar da həmçinin yağıntının çox olması niyə məhvə səbəb olsun ki? Ağacların kəsilməsi bu təbii ki aid, yəni yanlış deyil. Geoloji strukturun dəyişməsi aid deyil. 1, 2, 5. 88-ə baxaq. Mətndə bu haqqda məlumat var, yoxdur. Biomüxtəlifin özündə bu var. Bir təbii ki var. Bir olmayanları çıxaq. Yaxın zamanda Konqo meşələrində bir sıra canlılar məhv olunacaq. Bu da ehtimal edilmişdi də. 1 ilə 2-ni götürək. Heyvan və bitkilərin növlərinin çox olması biomüxtəliflik üçün əsas deyil. Yəni belə bir şeydən ümumiyyətcə demir. Yoxdur. Buzlaqların əriməsi biomüxtəlifliklərdə sabitlik yaradar. Belə bir buzlaqla bağlı heç bir şey yox idi. Amma bu ağacların sayından falan var idi. İndi baxaq. Mətnə əsasən klasteri tamamlayan fikirlər yazmalıyıq. Mən burada Meyyar ardında oxuyacağam. Öz fikirlərimi də deyəcəm. Biomüxtəlifliyin olması, atmosferdəki karbon qazının normadan artıq olması. Burada Konqo meşələri deyə bilərik. Konqo meşələrinin var olması, meşələrin qorunması. Nə yaza bilərik? Konqo ilə bağlı məsələn. Məsələn, deyə bilərik ki, böyük fəlakətlərin qarşısının alınması, meşələrin ən böyük su bazası olması, istiliyin müəyyən həddə aşmaması, belə bir şey və yaxud da ki, karbonun havanı çirkləndirməməsi yaza bilərik. Deyir ki, doğru hökmü üzr istəyirəm, müəyyən edək. Təbiətin məhv olması insanların yaşayış yerlərini dəyişmək üçün nəsə səbəbdir. Xeyr. Çirklənmədən zərər görmür. Bu da səhvdir. Meşələrin yanmağının ümumiyyətlə tam ondan danışmır da bütün mətn. Amma bunu deyə bilərik. Təbiət təşkil edən halqalardan biri pozulsa, təbii vəhdət pozular. Orada da deyir ki, hamısı bir-birindən əlaqəlidir. Canlı, cansız aləm, su, hava, günəş, bütün hər bir şey kainatda bir-biri ilə əlaqəlidir. Bu da qida zənciri və s. Belə bir əsaslandırmalar eləyə bilərsiniz. Yəni bu mətndə buna aid var fikirlər. Və ümid edirəm ki, faydalı olmuşdur. Deməli, bəzi qrammatika suallarına və 2 mətnə birlikdə baxdıq. İngilis dilində paylaşacağım belə bir videosunu.